In progress. Salamlar, axşamınız xeyir olsun. Gözləyək partisipantlar daha da artsın, sonra başlayarıq. Salam, hər vaxtınız xeyirli olsun, dəyərli iştirakçılar. Sizi İngilis dili modern dövrdə adlı təlimdə görməkdən məmnunluq duyuram. Təlimə başlamamışdan əvvəl qeyd etmək istəyirəm ki, sualınız olmadığı təqdirdə mikrofonları bağlı saxlayasınız. İndi isə istəyirəm bugünkü təlimimizi təqdim edeyim. Qonağımız Könül İmanquliyevadır. Buyurun Könül xanım, söz sizdədir. Salam, axşamınız xeyir olsun. Qatılan bütün iştirakçılara təşəkkür edirəm ki, bugünkü təlimə qoşulmusunuz. Ümidvaram ki, təlim sizin üçün effektiv olacaq. Və ekrandan da gördüyünüz kimi bugün mövzumuz English in Modern Era olacaq. Yəni müasir dövrdə ingilis dili ilə bağlı danışacağıq. Amma təlimə başlamamışdan öncə istərdim özümü sizlərə təqdim edeyim. Mən Könül İmanquliyeva, bakalavr, magistr dərəcəli və beynəlxalq Cambridge sertifikatlı TESOL, TOEFL, TKT və IB sertifikatlı ingilis dili müəllimiyəm və 5 ildən çoxdur ki, pedaqoji təcrübəyə sahibəm. İstərdim ki, təlimimiz boyunca hansı mövzulara toxunacağıq və təlimin sonunda siz nələri öyrənmiş şəkildə buradan ayrılacaqsınız, onlara toxunaq. Gördüyünüz kimi, ümidvaram ki, prezentasiya sizə görünür. Düzdür? Bəli, bəli. Yes. Və burada mən obyektivləri qeyd etmişəm ki, təlim boyunca hansı mövzulara toxunacağıq və təlimin sonunda siz bu mövzuları öyrənmiş şəkildə bu təlimdən ayrılacaqsınız. Gördüyünüz kimi ilk öncə qeyd etmişəm ki, müasir ingilis dili nədir? Bundan danışacağıq və ingilis dilinizi hansı praktik və effektiv metodlarla, hansı texnikalarla inkişaf etdirə bilərsiniz, onlardan danışacağıq. Və ən əsası mən ingilis dilini məktəb vaxtlarımdan necə öyrənmişəm və hal-hazırda ingilis dərsləri tədrisində hansı metodikalardan istifadə edirəm və dil prosesində, dil öyrənməsi prosesində səbrin, disiplinin və davamlılığın önəmindən danışacağıq. Əgər bura qədər hər hansısa bir sualınız yoxdursa, keçək növbəti slayda. Gördüyünüz kimi elə bu şəkli mən müasir ingilis dili ilə əlaqələndirib AI vasitəsilə yaratmışam. Life will ask you, do you speak English? Həyat bizdən soruşur ki, həyat səndən soruşacaq, ingilis dilini bilirsənmi? Və hər birimizin bildiyi kimi müasir dövrdə xarici dillərin önəmi danılmazdır.
Və bu xarici dillər arasında deyərdim ki, elə ən rahatı və əlçatanı da ingilis dilidir. Əgər belə bir fürsətimiz varsa da niyə də bunu dəyərləndirib ingilisimizi niyə inkişaf etdirməyək? Əgər səyahətə çıxmaq istəyirsinizsə, deyək ki, işdə promotion əldə etmək istəyirsinizsə vəzifə artımı və yaxud da sadəcə əgər xarici dili bilmək sizin maaşınıza təsir eləyəcəksə, bu təqdirdə xarici dilləri öyrənmək şərtdir. Elə ən əsası da əgər luxury lifestyle yaşamaq istəyiriksə də xarici dilləri öyrənmək üstünlüyünüzdür təbii ki. İngilis dildə bu xarici dillər arasında deyərdim ki, ən əlçatanı və rahatıdır. Bəs xarici dili öyrənməmişdən öncə öyrənməyə başlarkən nə etməliyik ilk öncə? Mən düşünürəm ki, əgər hər hansısa bir xarici dil, nəinki ingilis dili, hər hansısa bir xarici dil qabiliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, ilk öncə özünüzə niyə sualını verməlisiniz. Yəni mən bu dili öyrənməyə niyə ehtiyac duyuram? Siz o niyə sualını özünüzə versəz və cavabını beyninizdə tapsaz, artıq dil öyrənmək prosesi sizin üçün çətin olmayacaq. Çünki sizin bir məqsədiniz var. Və bildiyimiz kimi biz motivasiya ilə başlayırıq, bir yerdən sonra motivasiyamız itir. Hədəfimiz olmadığına görə də davam edə bilmirik. Çünki motivasiya bitir, hədəfiniz də yoxdur, bir müddətdən sonra artıq dayandırırsınız dil öyrənməsi prosesini. Amma hər hansısa bir spesifik bir hədəfiniz olsa, öncə də qeyd etdiyim kimi, deyək ki, əgər ingilis dilini bilsəm, mənim maaşıma təsir eləyəcək və yaxud da istədiyim həyatı yaşayacağam, və yaxud da rahat səyahətlərə çıxa biləcəm, çətinliklə danışmayacağam. Bu hədəfləri özünüzə qoysaz qarşınıza və sizə dil öyrənmək belə də çətin gəlməyəcək. Keçək hansı metodikadan mən istifadə etmişəm? Özümün metodikasını istərdim ki, sizlərlə də paylaşım. Ekranda gördüyünüz kimi bu 3 months English Study System'dir. Bunu özüm düşünmüşdüm ki, bu şəkildə ingilis dilini inkişaf etdirsəm daha effektiv olar. Hal-hazırda bunu dərslərimdə də tələbələrimə də göstərirəm ki, bu metodika ilə daha da inkişaf etdirə bilərsiniz. Çünki bildiyimiz kimi həftədə 2 dəfə və yaxud da 3 dəfə ilə kifayətlənmək olmaz, kifayət etmir. Amma bu metodika ilə də dərslə yanaşı paraleldə siz özünüz də öz üzərinizdə inkişaf etdirə bilərsiniz dilinizi. Gördüyünüz kimi bu 3 aylıq bir sistemdir və 3 ay boyunca hər gün hər bir skill üçün 1 saat ayırırıq. Gördüyünüz kimi birinci listening, reading, writing və speaking skilllər üçün hər birinə 1 saat ayırmaqla məşğul olurdum. Və hər bir skill üçün də müəyyən aktivitelər eləyirdim gün ərzində. Təbii ki, bunu şərt deyil ki, 4 saatın tamamilə hamısını 4 saatın ard-arda eləyəsiniz bu skilllər üzərində aktiviteləri. Fərqi yoxdur. Yəni gün ərzində istədiyiniz saat aralığında üzərində işləyə bilərsiniz. Amma sizə əminlik verə bilərəm ki, 3 ayın sonunda həqiqətən də bu metodikanın təsirini görəcəksiniz. Dilinizin inkişafında, ingilis diliniz əgər yaxşıdırsa, daha üst səviyyəyə çatdırmaqda həqiqətən effektiv metodikalardan biridir. Və sorsanız ki, 1 saat ərzində nə edə bilərik hər skill üçün? Elə ilk öncə listening skill-dən başlayaq. Listening skill üçün Listening skill üçün yaxşı olar ki, movie izləyərəkdən Movieləri izləmək metodikası ən effektiv metodikalardan biridir. Hansı ki, bunu da özüm müşahidə etmişəm. Dərslərimdə də tətbiq edirəm. Tələbələrimlə ev tapşırığı olaraqdan da movieləri bölüşürəm və onlardan anladıqlarını danışmaqlarını istəyirəm. Çünki movie izləmək dil öyrənmək üçün ən effektiv metodikalardan biridir qeyd etdiyim kimi. Burada məsələn, hər hansı bir random movie-ni seçirsiniz. Yaxşı olar ki, bu native speakerlərin nitqindən olsun. Yəni dil daşıyıcılarının native movielər olsun. Və əgər tövsiyəm də budur ki, yeni başlayansınızsa, ingilis dilinin bazanız yoxdursa, öz səviyyənizə uyğun yenə movielər seçə bilərsiniz və yaxud da qısa videolar. Yaxşı olar ki, American movielərdən başlayasınız. American movielər daha aydın, daha anlaşılan olur yeni başlayanlar üçün. Əgər səviyyəniz yüksəkdirsə, B2 səviyyəsindəsinizsə və yaxud da daha üst, bu təqdirdə British movielər də izləmək sizin üçün çətin olmayacaq. Rahat şəkildə başa düşəcəksiniz çünki. Və keçək bəs bunu hansı metodika ilə izləyəsiniz?
Yəni birbaşa qoşub izləməklə düşünürəm ki, bu da effektiv olmaz. Mən özümün istifadə etdiyim metodika bu idi listening üçün. Burada da gördüyünüz kimi hər hansısa bir movie-də 1 saatlıq və yaxud da 2 saatlıq ola bilər, hətta 3 saatlıq. Onu birbaşa izləməklə deyil də, hər 10 dəqiqəsini 10 dəfə izləyirdim. Düzdür, səbir tələb edən bir şeydir. Başlamamışdan da öncə də dedim ki, dil öyrənməsi prosesi səbir, davamlılıq, iradə sevən bir prosesdir. Və hər 10 dəqiqəni 10 dəfə dinləyirdim. Bununla siz oradakı sözləri öyrənmiş olursunuz və oradakı speakerlərin, aktyorların nitqlərini imitasiya edirsiniz. Birəbir onların aksentini tam qulağınızla eşitmiş olursunuz. Ona görə də düşünürəm ki, ən effektiv metodikalardan biridir, hansı ki, mən də tətbiq etmişdim və xeyrini də görmüşdüm. Və bu 10 dəfə izlədiyiniz gün ərzində elə bu aktivitəni etsəz kifayət eləyir. 1 saat ərzində çünki yetərincə vaxtınız tamamlanmış olur çünki. Və keçək növbəti aktivitəyə. Əgər deyək ki, bu aktivitəni elədiniz və növbəti gün istəmirsiniz da bundan davam edəsiniz. Onun əvəzinə bununla da dəyişə bilərsiniz. Musiqi dinləyərəkdən. Musiqi dinləməkdə bu sualı oxuyum, davam edək. Bu filmlərə baxmaq fərq etməz. Hər hansı bir saytdan da ola bilər, YouTube-dan da ola bilər. Spesifik bir movie demədim. Sadəcə ümumi olaraqdan hər hansı istədiyiniz bir movie-ni seçib səviyyənizə uyğun şəkildə. Sadəcə Rüqəyyə xanım bildirdi ki, indi qoşulub. Sadəcə mən burada qeyd etmək istədiyim odur ki, ingilis dili qabiliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, watching movies də effektiv metodikalardan biridir. Sadəcə hansı texnika ilə izləyə bilərsiniz, onu qeyd etməyə çalışırdım ki, hər 10 dəqiqəsini 10 dəfə dinləməklə həqiqətən effektiv metodikalardan biridir. Və burada həmin o 10 dəfə izlərkən proses boyunca siz dediyim kimi pronunciation-a diqqət yetirirsiniz, yeni sözlər çıxır, həmin o yeni sözlər üzərində işləyirsiniz. Yəni həmin 10 dəqiqəni dərk eləyirsiniz. Yəni, ötəri şəkildə izləmirsiniz. Demək istədiyim budur. Və davam eləyək. Deyək ki, bu 3 aylıq proses ərzində bu aktiviteləri dəyişə bilərsiniz də. Yəni yorulmayasınız deyə, sizə də maraqsız gəlməsin deyə. Növbəti aktivitə ola bilər ki, listening inkişafı üçün. Burada gördüyünüz kimi müasir ingilis dili ilə əlaqələndirib, həqiqətən də üstünlükləri çoxdur bizim üçün. AI vasitəsilə burada worksheet yaradırmışam. Worksheet bu musiqinin liriklərindəndir. Həmin o liriklərə əsasən mahnını dinləyirsiniz və buraxılmış sözləri yerinə qoyursunuz. Bu həm sizin listening skillinizi inkişaf etdirir, həm söz bazanızı artırmış olur, həm də pronunciation qabiliyyətinizi, tələffüzünüzü çox inkişaf etdirir. Da yenə də bəzi suallar var. Mən ingilis dilində danışmağa başlamaq istəyirəm. Sizcə nələrlə başlamaq istəyir? Bu suallara sonda cavab verərik. Hələ ki, davam edək. Əgər bura qədər sualınız yoxdursa, varsa verə də bilərsiniz. Hətta yaxşı olar ki, aktiv olasınız. Keçək writing hissəsinə. Buyurun, kimsə danışmaq istəyirdi? Okay. Keçək writing hissəsinə. Writing hissəsində yəni 1 saat ərzində nələr eləyə bilərsiniz ki, sizə effektiv olsun? Writing olaraqdan mənim etdiyim metod bu idi ki, həmin izlədiyim movie-dən 10 dəqiqəsindən təbii ki, yeni sözlər çıxırdı. Həmin o yeni sözləri mən not alırdım və yaxşı olar ki, o sözləri not alıb və sözlərin üzərində işləyəsiniz. Sadəcə sözlərin mənasını öyrəndim və keçdim kimisindən yox. Həqiqətən sözlərin üzərində işləyəsiniz. Elə bu 3 aylıq metodikada da məqsədimiz odur ki,
sırf elə sözlər ətrafında circulate edirik. Gördüyünüz kimi həm sözləri movie-dən öyrənirik, həm listening qabiliyyətinizi inkişaf edir, həm söz bazanız artır. Sonra writing hissəsində yenə də həmin o sözlər üzərində işləyirik. Sözləri yazırsınız, cümlələr qurursunuz, kontekstə uyğunlaşdırırsınız. Və speaking hissəsində də yenə də o sözlərdən istifadə edərəkdən danışırsınız və reading hissəsində o sözlərə uyğun tekstlər oxuyursunuz. Mətn yaradırsınız və yaxud da özünüz onu oxuyursunuz. Yəni demək istədiyim odur ki, bu 3 aylıq metodikada da əsas məqsəd odur ki, həm söz bazanız artsın və elə bu sözlər ətrafında davam edirik ki, tam sözləri mənimsəyəsiz. Mən hətta xatırlayıram ki, bu 3 aylıq proses ərzində məktəb vaxtında tətbiq etmişdim bunu. O zamanlar öyrəndiyim sözlər hələ də yadımdan çıxmır. Səbəb odur ki, gün ərzində etdiyim bu 4 skill hamısı o sözlər ətrafında olurdu. Movie-dən öyrəndiyim sözlər ətrafında olurdu. Ona görə də çox effektiv olurdu. Yəni o sözlər hələ də yadımdan çıxmır. Və buradakı sualları oxumaq istəyirəm. Sonra davam edək. Mən ingiliscə danışmağa başlamaq istəyirəm. Sizcə nələrlə başlayım? Hansı cümlələrlə? Güzgü qarşısında. Elə bu gün də ondan danışacağıq. Siz yəqin ki təlimin başlanğıc hissəsində olmadınız. Elə bunlardan da danışacağıq. Hansı texnikalarla dil qabiliyyətinizi inkişaf etdirə bilərsiniz? Təlim sonunda yenə də sualınız qalsa bildirərsiniz. Səviyyəmizə uyğun filmləri hardan tapa bilərik? Siz səviyyənizi özünüz bilirsiniz və yaxud da müəllimin vasitəsilə müəyyənləşdirirsiniz səviyyənizi. YouTube-dan və yaxud da saytlardan. Saytlardan məsələn Go Movies var, Go Movies or Watch Movies for Free belə saytlar var. Google-da search edə bilərsiniz və yaxud da browserdə. Bu saytlar vasitəsilə tapa bilərsiniz filmləri. Və filmləri dediyim kimi birbaşa izləməyin. Bu sizə də yorucu olacaq. Elə yaxşı olar ki, qısa-qısa, tam mənimsəyərəkdən, oradakı sözləri, onların aksentini tam mənimsəyərəkdən izləyin. Bunda daha effektiv olur. Nəinki birbaşa izlədim, bitirdim, sadəcə dinlədim onu. Tam başa düşməyərəkdən. Keçək növbəti suala. Salam, mən birinci kursu bitirdim. Yayda artıq sıfırdan ingiliscə başlamışam. Heç nə bilmirdim, çünki məktəbdə xarici dilim alman dili idi. Özüm A1 başlamışam. Özüm çalışaraqdan B1-ə gətirə bilərəmmi? Üçüncü kursa kimi bilim. Təbii ki, özünüz self-study ilə də inkişaf etdirə bilərsiniz. Amma tam sıfırsınızsa, ingiliscəsindən A1 səviyyəsizsə, A1 səviyyə olduğunuzu qeyd edirsinizsə, yəni starter deyilsiniz də. Yəni bazanız var. Sadəcə danışa bilmirsiniz. Başa düşdüyüm qədərilə A1 səviyyəsiz. Amma özünüz də inkişaf etdirə bilərsiniz. Kurslar vasitəsilə də müəyyən bir səviyyəyə çatdırıb sonradan self-study də eləyə bilərsiniz. Təlimi tam Azərbaycan dilində aparmağınız daha yaxşı olar. İngilis dilində deyil, Azərbaycan dilində danışıram maksimum dərəcədə. Olar. Oldu. İradə xanım. Davam edək. Writing hissəsində nə edə bilərik? Elə movie-dən çıxan sözləri, bilmədiyiniz sözləri not alırsınız. Fərz edək ki, bu 5 yazdığım söz həmin o movie-nin 10 dəqiqəsindən çıxan sözlərdir. Bilmədiyim sözlərdir. Ki, kifayət qədər də sözlər çıxacaq. Hərçənd ki, o movie sizin səviyyənizə uyğundur. Yenə də native bir movie olduğuna görə bilmədiyiniz sözlər kifayət qədər çıxmış olacaq. Və bu sözlər dediyim kimi fərz edək həmin o movie-nin 5-10 dəqiqəsindən çıxıb 5 söz. Jeopardize, scorching, hilarious, mesmerizing and substitute. Mən bu writing-i bu sözlər ətrafında aparırdım. Və bu sözlərin mənalarını öyrənməmişdən öncə tələffüzünə diqqət yetirirəm. Və bunu da hansı saytdan eləyə bilərəm? Məncə bu saytı hər biriniz tanıyırsınız. Cambridge Dictionary saytıdır. Cambridge Dictionary bu sayt. Bu sayt vasitəsilə həm sözün, burada gördüyünüz kimi, həm tələffüzünü dinləmiş olursunuz, eşitmiş olursunuz. Gördüyünüz kimi burada həm British versiyonu var, həm də American versiyonu var. İki versiyasını da görə bilərsiniz. İki versiyasını da dinləyirsiniz. Yəni sözləri öyrənib sadəcə keçməyin. Doğru tələffüzlə öyrənməyə çalışın. Çünki
başdan sözü necə, hansı tələffüzlə öyrənirsinizsə, axıra qədər də elə davam edir. Ona görə də elə ilk başdan yeni sözlər olduqca doğru tələffüzlə öyrənməyə çalışın. Və bu saytın digər üstünlüyü də ondan ibarətdir ki, görürsüz burada definition da var. Yəni həmin sözlərin definitionları da olur. İngilisində mənaları, açıqlamaları da olur. Və hətta bir nümunə cümlə olur. Həmin sözü, yəni kontekstdə necə istifadə edə bilərsiniz. Bu da üstünlüyüdür. Tam bunları başa düşdükdən sonra keçirik həmin sözlərə uyğun cümlələr qurmağa. Məsələn, fərz eləyək ki, bəs sözləri necə öyrənəsiniz, necə cümlələr qurasınız ki, o sözlər sizin yadınızda qalsın. Burada gördüyünüz kimi deyək ki, jeopardize sözünü öyrənirəm. Yaxşı olar ki, bunu coding metodu ilə öyrənəsiniz. Yəni sözləri kodlayasınız. Ki düşünürəm ki, bu metod ən effektiv metoddur. Mən özüm də tələbələrimə tövsiyə edirəm. Özüm də vaxtilə sözləri öyrənərkən bu metoddan istifadə etmişəm və düşünürəm ki, yaddan çıxmır bu metodla öyrənilən sözlər. Necə öyrənirik? Jeopardize sözünü öyrənmişəm. Məsələn, jeopardize təhlükəyə atmaqdır. Özümlə əlaqələndirirəm, öz həyatımla əlaqələndirirəm və yaxud da mən Azərbaycan dilində bu sözü daha çox hansı yerlərdə istifadə edirəm. Məsələn, deyək ki, mən bu yaxınlarda bu cümləni işlətmişəm nitqimdəki, mən münasibətimizi təhlükəyə atmaq istəmirəm. I don't want to jeopardize our relationship. Və yaxud da özünüz öz həyatınızla əlaqəli bir cümlə qura bilərsiniz. Yəni özünüzlə əlaqəli olsun ki, həmin o cümləni, həmin o sözü unudanda o qurduğunuz cümləni xatırlayasınız və sizə həmin o söz yadınıza düşsün. Məsələn, deyək növbəti söz scorching. Özümlə əlaqəli bir cümlə qururam deyim ki, mən isti yay günlərini sevmirəm. Artıq mən bu sözü unutsam belə, qarşıma hər hansısa bir yerdə bu söz çıxsa, o Azərbaycan dilində qurduğum cümlə yadıma düşəcək və sözün mənasını bilmiş olacağam. Məsələn, mən isti yay günlərini sevmirəm. Qızmar yay günlərini sevmirəm. I don't like scorching summer days. Hilarious. Məsələn, gülünc. Deyək ki, yenə də öz həyatımla əlaqələndirim və yaxud da yəni yadınızda qalacaq tərzdə kodlayaraqdan öyrənin. Deyək ki, atam mənə dünən dedi ki, bu gülüncdür. My father said me that this is hilarious. Atam dedi ki, bu gülüncdür. Mesmerizing. Ecazkar. Azerbaijani nature is mesmerizing. Or substitute, əvəz etmək. Bunu da deyək ki, özümlə əlaqələndirirəm. Yaxşı olar ki, ekrana heç nə yazmayasınız, zəhmət olmasa. Mələk xanım. Yes. Substitute, əvəz etmək. Özümlə əlaqələndirirəm yenə. Deyim ki, fərz edək. Məsələn, dünən o müəllimə məni əvəz etdi. Yesterday, that teacher substituted me. Artıq mənim bu sözlər yadımdan çıxmayacaq. Çünki özümlə əlaqəli nələrsə qurmuşam, yazmışam. Ona görə də sözlər yadımdan çıxmayacaq. Və keçək suallara baxaq, yenə davam edək. B1-dən C1-a qalxaraq self-study almağı hədəfləyirəm. IELTS almağı, sertifikat almağı hədəfləyirəm. Sizcə nə dərəcə realdır? Sizin hazırki səviyyəniz B1-dırsa, C1-a çatmağınız niyə real olmasın ki? Nahid bəy. Düşünürəm çox da realdır. Self-study ilə də artıra bilərsiniz. B1-dan C1-a qaldıra bilərsiniz səviyyənizi. Təlim çox güman ki 1 saat çəkəcək. Bu saytın adını deyirsinizsə Cambridge Dictionary-dir. Cambridge Dictionary-yə. Aksenti necə inkişaf etdirə bilərik, Cümşüd bəy? Aksenti inkişaf etdirməyi speaking hissəsində də qeyd edəcəm. Elə aksenti inkişaf etdirmək movie watching zamanı, filmləri izləyərkən dediyim kimi onları imitasiya eləyərəkdən, birəbir dinləyib, onların nitqini imitasiya eləyərəkdən, onları yamsılayaraqdan inkişaf etdirə bilərsiniz. Və speaking hissəsində də qeyd edəcəm daha çox hansı metodikadan istifadə edə bilərik. Və sözləri bu şəkildə öyrənirik. Yəni, hər birinə uyğun sözlərə cümlələr quraraqdan, coding eləyərəkdən, özünüzlə əlaqələndirərəkdən öyrənsəniz daha yadda qalan olacaq.
Və ə, yaxşı olar ki, digər məsləhətim də budur ki, gün ərzində çox söz öyrənməyə çalışmayın. Düşünməyin ki, nə qədər çox söz öyrənsəm bir o qədər yaxşıdır. Bu belə deyil. Məsələn, 5 söz öyrənin, 10 söz öyrənin, ya maksimum 10 söz. Yaxşı olar ki, 7-8 olsun. Maksimum 10 söz olsun ki, yəni ondan artığı olmasın. Çünki nə qədər çox öyrənsəz, bir o qədər yadda qalan olmayacaq. Yəni siz öyrənirsiniz sözləri, düşünürsüz ki, hə söz bazamı artırıram. Amma bu çox vaxt effektiv olmur. Yəni bilirsiniz sözləri, amma onlar passiv lüğətinizdə qalır. Ə, Aktiv lüğətdə qalmağınız üçün, aktiv lüğətinizdə qalması üçün cümlələr qurmalısınız. O sözləri gündəlik nitqinizdə istifadə etməlisiniz ki, o söz sizin aktiv lüğətinizdə olsun. Amma çox söz bilirsiniz, deyirsiniz çox söz bilirəm. Onlar sizin passiv lüğətinizdə qalmış olur. Yəni danışarkən siz minimum sözlərdən istifadə edir, yeni sözlərdən istifadə edirsiniz. Daha çox fərqli sözlər istifadə etmirsiniz, yüksək səviyyə sözlər nitqinizdə istifadə etmirsiniz. Bunun da səbəbi odur ki, o sözlər sizin passiv lüğətinizdədir. Dediyim kimi də bu 3 aylıq proqramın da məqsədi odur ki, o öyrəndiyiniz sözləri maksimum 4 skill üzərində tətbiq eləyəsiniz ki, sözləri gün ərzində tam mənimsəyəsiz. Nəinki sadəcə öyrənəsiz, keçəsiz. Sonra keçək başqa writing activity olaraqdan nə edə bilərsiniz gün ərzində? Writing activity olaraqdan gün ərzində edə biləcəyiniz ən effektiv digər metodikalardan da biri picture description-dır, yəni şəkil təsviri. Gördüyünüz kimi elə bu şəkil mən AI vasitəsilə yaratmışam. Elə o 5 sözün ətrafında. AI-ya prompt olaraqdan yazmışam ki, mənim üçün jeopardize, scorching, hilarious, mesmerizing and substitute bu 5 sözün ətrafında bir şəkil yarat və AI mənə bu şəkli yaradıb ki, mən bu sözlərdən istifadə edərəkdən bu şəkli təsvir edeyim. İndi mən bu şəkil ətrafında bir tekst yazıram, hekayə qururam özüm üçün yazılı formada. Bu şəkildə həmin o öyrəndiyimiz 5 söz sizin yadınızda daha yaxşı qalmış olur. Həm özünüz yazılı formada yazırsınız, şəkil təsvir edirsiniz. Bu daha yaxşı sözləri mənimsəməyinizə kömək olur. Davam edək reading olaraqdan nələr eləyə bilərsiniz gün ərzində. Bir də o dediyim 4 saatlıq bir proses sizin üçün əgər gün ərzində çox məşğulsunuzsa daha da az ola bilər. Yəni amma çalışın hər bir skill üçün vaxt ayırın. Çünki hər biri vacibdir. Və yaxud da deyə bilərsiniz ki, 1 saat çoxdur mənim üçün, hər bir skill üçün totalda 4 saat. Əvəzləyə bilərsiniz bunu 30 dəqiqə ilə. Yəni gün ərzində 30 dəqiqə hər bir skill üçün ayırıb totalda 2 saat ingilis dili ilə məşğul ola bilərsiniz. Yəni burada önəmli sizin consistency-nizdir, davamlılığınız. Nə qədər davamlı dillə məşğul olursunuz gün ərzində. Və davamlı məşğul olduqca sonunda da nəticə əldə etmiş olursunuz. Və davam necə? Yox. Səsiniz açıq baxın. Yes, suallara davam edək. B1-dən S1-ə qalxmaq üçün ən çox qrammatika lazımdır, yoxsa sözlər? Bir səviyyədən sonra B2-yə qədər gəlirik biz. B2-yə qədər düşünürəm ki, mən belə təcrübəmə əsasən deyirəm. B2-yə qədər gəlirik. B2-dən sonrakı mərhələ artıq zaman tələb edir. Yəni siz nə qədər o dilin içindəsiz. Bu deyə bilmərik ki, söz bazanızı artırın, B2, C1 sözlər öyrənin, səviyyəniz C1 olacaq. Yəni sözlərlə də kifayətlənmir. Artıq o dilin içərisində siz nə qədər varsınız ondan asılıdır. Yəni dilin hər gün dildə nə dərəcə danışırsınız, nə dərəcə o mühitdəsiz. Mühitdə olmağınız da şərt deyil. Mühiti özünüz üçün yarada bilərsiniz. Dinləmələrlə, yol gedərkən mahnılara ingilis dilində qulaq asmaqla və yaxud da özünüz sevdiyiniz bir kontekstdə nələrsə ingilis dilində dinləmək. Məsələn, mənim üçün də maraqsız gəlir açığı nələrsə YouTube-da qoşub ingilis dilində, yəni ona məruz qalım, dinləyim. Onun əvəzinə mən nələr edirdim? Məsələn, make-up tipli videolar xoşuma gəlir. Onu native speakerlərin, hansı ki dil daşıyıcıları danışır. Dil daşıyıcılarının nitqindən dinləyirdim. Onlar make-up edirlər və proses ərzində ingilis dilində danışırlar. Bu daha yadda qalan olur. Və yaxud da siz də özünüz üçün. Futbolu sevirsiniz, futbolla əlaqəli nələrsə qoşun ingilis dilində baxın. Və yaxud da səyahət sevirsiniz, səyahət vloqerlərinə qulaq asın. Amma dediyim kimi native speakerlərə, dil daşıyıcılarına qulaq asın ki, qulağınız onların aksentinə, onların tələffüzünə uyğun
uyğunlaşsın. Qrammatika var, lüğət bazası var, aksent superdir, ancaq danışa bilmirəm. Danışıq hissəsində də bunlara toxunacağıq, Nərmin xanım. Zəhmət olmasa saytın adını tam yaza bilərsiniz. Cambridge Dictionary-ni deyirsinizsə, Cambridge Dictionary. Bu sayt nəzərdə tutursunuzsa, bu. Cambridge Dictionary. Burada gördüyünüz sayt. Sözləri buradan axtara bilərsiniz doğru tələffüzlə, definition ilə. Müxtəlif saytlar var, amma düşünürəm elə ən effektivi bu saytdır. Cambridge Dictionary, yes, Cambridge Dictionary. IQ-dən B1-a qalxmaq üçün avqust-sentyabr ayı üçün nə edə bilərəm və sərbəst conversationlar üçün hansı AI və elə danışıq mövzusunda da buna toxunacağıq. Yes, ekran kaydı alınır. Davam edək. Reading hissəsində nələrdən istifadə edə bilərsiniz? Gördüyünüz kimi bu teksti mən AI vasitəsilə yaratmışam. Yenə də həmin o movie-dən öyrəndiyim 5 sözü yazmışam ki, scorching, hilarious, substitute, jeopardize, mesmerizing. Mənə bu sözlər ətrafında, prompt olaraqdan yazmışam ki, mənə bu sözlər ətrafında bir tekst yarat və AI mənə bu teksti hazırlayıb, yəni bu hekayəni hazırlayıb. Və bu teksti siz ucadan oxuyaraqdan həm yeni bu öyrəndiyimiz sözləri daha yaxşı kontekst içərisində görüb, harda istifadə olunur görüb mənimsəyə bilərsiniz. Həm də yenə də oxuyaraqdan, ucadan oxuyaraqdan həm aksentinizi inkişaf etdirirsiniz, speaking qabiliyyətinizə də yəni kömək edir bu da. Və yaxud da reading activity olaraqdan başqa nələr edə bilərik? Deyək ki, bir gün bunu edib, o 3 aylıq proses ərzində, digər gün isə bu aktivite edə bilərik. Keçək növbətinə. Just a second. Yes. Bu metod dərslərimdə də çox istifadə etdiyim metoddur. Hansı ki, xüsusi hazırlanmış tekstlərdir. Bu tekstlər vasitəsilə biz teksti gördüyünüz kimi həm tekstin audio versiyası var, həm də tekst versiyası. Tekst versiyasını başlamamışdan öncə audio versiyasını dinləyir tələbə. Dinləyir audio versiyasını və sonra başlayır audio versiyasını dinləyərəkdən paraleldə teksti oxuyur. Teksti daha doğrusu izləyir ikinci proses olaraqdan. Həm audionu dinləyir, həm də o audio davam edən zaman teksti də izləyir. Bu nə üçün lazımdır? Çünki dinləyən zaman həm də izləyirsiniz və sözlərin doğru tələffüzünə fikir verirsiniz. Hansı intonasiya ilə deyilir. Siz də birəbir onu imitasiya etməyə çalışırsınız. Sonra üçüncü mərhələdə artıq özünüz sadəcə teksti oxuyursunuz. Həmin intonasiya ilə, həmin tələffüzlə oxumağa çalışırsınız həmin teksti. Yəni bu 3 mərhələdən sonra həm tekstdən yeni sözlər öyrənmiş olursunuz, həm listening qabiliyyətiniz, həm reading skilliniz inkişaf etmiş olur. Davam edək ən çox soruşulan speaking mövzusuyla. Speaking qabiliyyətinizi necə inkişaf etdirə bilərsiniz? Bayaq burada da qeyd olunub. Elə tələbələrimdən də əksəriyyət başlamamışdan dərslərə öncə bildirirlər ki, mənim söz bazam var, mən kifayət qədər çox söz bilirəm, amma danışığa gələndə danışa bilmirəm. Və yaxud da əksəriyyət bildirir ki, mən danışmaqdan çəkinirəm, utanıram və yaxud digər skilllərə vaxt ayırıram kifayət qədər, amma danışığa gələndə danışa bilmirəm. Düşünürəm ki, bunların hamısı bəhanədir. İstəsəz, yəni eləyə bilərsiniz, bacararsınız. Və burada gördüyünüz Telegram qruplarıdır. Mən bunları tövsiyə edərdim sizə. Nəinki hər hansısa bir applicationlar, hər hansısa bir platformadansa. Düşünürəm ki, elə Telegramın özü çox möhtəşəm bir resursdur bunun üçün, speaking qabiliyyətinizi inkişaf etdirmək üçün. Çox effektiv metodikalardan biridir. Bundan necə istifadə edə bilərsiniz? Gördüyünüz kimi burada Telegramda search hissəsində siz English practice speaking groups or English speaking groups bu tipli axtarış edərəkdən həmin qrupları axtara bilərsiniz və qruplara daxil ola bilərsiniz. Gördüyünüz kimi qruplarda hər belə bir speaking qruplarında video chatlar olur.
Əslində bunlar video chat deyil, sadəcə voice chatlardır, səsli chatlardır, danışıqlardır. Qoşulursunuz, əgər voice chatlar varsa, qoşulursunuz, yoxdursa da özünüz açıb kimlərsə invite edib, dəvət edib danışa bilərsiniz. Bu qrupların digərlərindən üstünlüyü nədir bəs? Məsələn, HelloTalk kimi, Duolingo kimi digər applikasiyalardan üstünlüyü nədir? Düşünürəm ki, üstünlüyü ondan ibarətdir ki, məsələn, dərsdən əlavə aktivite olaraqdan o applikasiyalardan istifadə edən insanlar düşünürəm ki, hər dəfəsində mənə bunu deyirlər ki, eyni proses təkrarlanır. Elə random bir partnyordan speaker partnyor çıxanda eyni proses təkrarlanır. Yenə də mən özümü təqdim etməli oluram. Elə 10 dəqiqəlik o proses ərzində ancaq özümü təqdimata ayırıram. Yəni hər hansı bir spesifik mövzu ətrafında danışmırıq. Amma bu Telegram qruplarının üstünlüyü ondan ibarətdir ki, müxtəlif ölkələrdən insanlar qoşulur, öz ölkəmizdən də qruplarda insanlar var. Hətta bu qrupların linkini də paylaşaram, istəsəz qoşula bilərsiniz. Mənim istifadə etdiyim qrup bu olmuşdu, English with Seva Teacher. Və dediyim kimi effektin çox görmüşəm. İndi də tələbələrimə də tövsiyə edirəm. Dərsdən kənar aktivite olaraqdan da qoşulub maksimum dərəcədə burada conversationlarda iştirak etməklərini tövsiyə edirəm. Bir də bu suallara baxaq, sonra davam edək. Discord'da da var, yes. Okay, then let's continue. Davam edək. Burada da qeyd etmişdi bir nəfər ki, güzgü qarşısında da danışmaq. Bu da effektiv metodlardan biridir. Deyirsiniz ki, əgər deyirsinizsə ki, utanıram kimlərlənsə danışmağa ki, utanılacaq bir şey yoxdur. Əgər dil qabiliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, danışmalısınız. Yəni danışığınızı inkişaf etdirmək istəyirsinizsə, danışmalısınız. Hətta bir şey də müşahidə edirəm ki, tədris zamanı əksər tələbələr deyir ki, mən digər bütün skilllərimi inkişaf etdirim, söz bazamı inkişaf etdirim, sonra danışmağa başlayaram. Bu absurd bir şeydir. Danışığı elə düşünürəm ki, ilk gündən başlamaq lazımdır. Hətta dərslərimdə belə starter bir tələbə olanda, hansı ki sıfır səviyyədir, heç bir biliyi yoxdur, starter bir tələbəni belə ilk dərsdən danışdırıram. Yəni starter səviyyən tələbəni də starter səviyyəyə uyğun danışdırıram. Beginnerdirsə beginner səviyyə. Yəni ilk dərsdən danışıq qabiliyyətinizi inkişaf etdirmək istəyirsinizsə, ilk başdan danışmağa başlamalısınız. Bəhanə etməməlisiniz ki, utanıram, çəkinirəm və yaxud da danışa bilmirəm. Maksimum dərəcədə cümlələr quraraqdan özünüzü ifadə etməyə çalışırsınız. Səhv etməkdən çəkinməməlisiniz, dediyim kimi. Davam edək. Elə bu mirror texnikasından. Güzgü qarşısında durub hər hansısa bir mövzu seçib, yaxşı olar ki, elə bu mövzunu, seçdiyiniz mövzu, yaxşı olar ki, öyrəndiyimiz o 5 sözü nitqinizdə 5 və yaxud da 10 sözü, hər nə qədər sözdürsə, həmin o sözləri, yeni sözləri nitqinizdə istifadə edə biləcəyiniz tərzdə bir mövzu olsun. Məsələn, jeopardize scorching ilə bağlı bir mövzu seçsək, deyək ki, hansı fəsli daha çox sevirəm? Bu mövzu olsun. Mən özüm bu mövzu ilə bağlı o sözlərdən maksimum dərəcədə istifadə edərəkdən danışmağa başlayıram. Və güzgü qarşısında danışmaq da effektiv. Yəni məncə bu metodu hamı bilir. Amma yaxşı olar ki, özünüzə bir limit qoyasınız ki, mən 3 dəqiqə bu mövzu ilə bağlı danışacağam. Və özünüzə bu limiti qoyursunuz və yaxşı olar ki, özünüz səsinizi rekord edəsiniz digər metodik olaraqdan və yaxud da video kaydı alasınız. Sonradan öz səsinizi dinləsəniz, özünüzdəki o bəyənmədiyiniz tərəfləri görəcəksiniz ki, ola bilər ki, nitqinizdə pauza çox edirsiniz, nitqiniz çox fluent, səlis deyil. Bunu özünüzə qüsur bilirsiniz. Artıq özünüz öz səhvlərinizi görürsünüz və onlar üzərində işləməyə başlayırsınız. Ona görə də recording metodu məncə ən effektiv metodlardan biridir. Elə güzgü qarşısında da danışmaq. Yəni fərz edirsiniz ki, bir auditoriya qarşısında çıxış edirsiniz və o mövzu ətrafında danışırsınız. Speaking üçün başqa effektiv metodlar da var. İndi onlardan da danışacağıq. Mən hər gün 1 saat ingilis TV kanalları zövqümə uyğun olan baxıram. Təbii ki, effektiv olur. Təbii ki, effektiv olur.
siz öz zövqünüzə uyğun olanları seçirsiniz və məruz qalmırsınız da onu izləməyə. Yəni zövq alaraqdan izləyirsiniz. Düşünürəm elə ən effektiv metodlardan da biri budur. Əksəriyyət hələ oyunlar oynayaraqdan ingilis dilini öyrənir. Və davam edək. Speaking olaraqdan hansı başqa effektiv metodlardan istifadə edə bilərik? Bu shadowing metodudur. Suallardan da biri var idi ki, tələffüzümüzü, aksentimizi, ləhcəmizi necə inkişaf etdirə bilərik? Elə shadowing metodu aksent inkişaf etdirmək üçün, speakinginizi inkişaf etdirmək üçün ən effektiv metodikalardan biridir. Shadowing bəlkə də əksəriyyətiniz eşitmisiniz. Eşitməyənlər üçün də bildirmək istəyərdim ki, shadowing metodu kölgələmə metodudur. Yəni kimisə, yes, imitasiya, bəli. Shadowing metodu imitasiya metodudur. Yəni speakerin, danışanın nitqini birəbir imitasiya edirsiniz. Siz də onun kimi danışmağa, eyni intonasiya ilə, eyni hətta voice tonu ilə danışmağa çalışırsınız. Bu metoddan sizin aksentiniz həqiqətən də çox inkişaf etmiş olacaq. Və yeni sözlər də həmin izlədiyiniz videolardan çıxmış olur. Həm söz bazanız artır, həm listening skilliniz, həm də pronunciationınız inkişaf etmiş olur. Əgər bura qədər də suallarınız yoxdursa, davam edək. Yes. Deyiləni təkrar etməkdir, bəli. Deyiləni təkrar etmək də düşünürəm ki, mahnılarla da ola bilər. Həmin filmlər izləyərəkdən də orada deyiləni, speakerin dediklərini siz birəbir təkrar eləyərəkdən nitqinizi çox inkişaf etdirmiş olursunuz. Then final takeaway. Son olaraqdan da bildirmək istəyirəm ki, ümumən bu proses ərzində bir də xatırlatmaq istəyərdim ki, dil öyrənməsi prosesi zamanı patience and consistency ən vacib olanlardan, ən vacib olan nöqtələrdən biridir, deyərdim. Əgər səbir və davamlılıq olmazsa, dil öyrənməsi prosesi sizin üçün çətin gələcək. Dediyim kimi, motivasiyanız olur, başlayırsınız dili öyrənməyə, amma bir müddətdən sonra sıxılırsınız və dayandırmağı düşünürsünüz. Çünki sizə yorucu gəlir, artıq davam etmək istəmirsiniz. Amma əgər disiplinli olsaz, motivasiyanızın bitdiyi yerdə artıq disiplin, davamlılıq vasitəsilə davam edirsiniz. Dil öyrənməkdən bezmirsiniz, qaçmırsınız. Və digər önəmli olan isə dediyim kimi patience-dır, səbir. Dil öyrənməsi prosesi qısa bir müddətli bir proses deyil. Dediyim kimi bu 3 aylıq metodun sonunda artıq sizin vərdiş halına almış olursunuz. Nəinki bu dil öyrənməsi zamanı, digər hər hansı bir vərdişlər zamanı da ola bilər. Hər hansı bir şeyi vərdiş halına çevirmək istəyirsinizsə, 10 gün, 1 ay davamlı olaraqdan eləyirsinizsə, artıq digər o 2-3 ay sizə çətin gəlmir təkrar etmək həmin şeyi vərdiş halına çevirmək üçün. Çünki artıq öyrəşirsiniz, alışırsınız. Ona görə də məncə davamlılıq şərtdir dil öyrənməsi zamanı. Və daily actions, importance of daily actions is undeniable və gündəlik etdiyiniz aktivitələrində önəmi danılmazdır təbii ki. Hər gün etdiyiniz, yəni sonda alacağınız nəticə gündəlik etdiyiniz bu aktivitələrdən önəmlidir, yəni asılıdır. Əgər bura qədər sualınız yoxdursa, varsa bildirə bilərsiniz. Hər hansısa bir sualınız. Yuxarıda bəzi suallar var idi, onlara da qalxıb baxmaq istəyirdim. A1 səviyyəsindəyim. Nələr edim ki, B1 səviyyəsinə çatdırım və neçə aya? 9-cu sinifsiniz. Siz təlimin əvvəlindən yəqin ki, qoşulmamışdınız. İstəyirsiniz əvvəlki prezentasiyalara da qayıdım. Gördüyünüz kimi bu metodikanı tövsiyə etdim sizə. Bu 3 aylıq metodikadır. 3 aylıq study sistemdir. Bu metodikanı istifadə edərəkdən siz hazırki dil səviyyənizi bir üst səviyyəyə qaldıra bilərsiniz. Və hər hansısa bir, təbii ki,
İstəsəniz bunu kurslar vasitəsilə də eləyə bilərsiniz. Yox, əgər self-study ilə inkişaf etdirmək istəyirsinizsə, dediyim kimi, səbirli olmalısınız və davamlılığa önəm verməlisiniz. Çünki davamlı etsəniz nəticə alacaqsınız. Yox, bir gün edim, sonra dayanım, bundan nəticə almaq çətin olur. Və ən önəmlisi də self-study ilə siz nəticə almaq istəyirsinizsə, responsibility şərtdir. Yəni məsuliyyətli olmalısınız, öz üzərinizdə işləməyi bacarmalısınız. Burada elə göstərdiyim bu 3 aylıq metodun da tələbi budur elə. Burada gördüyünüz kimi 4 skillin 4-ünə də vaxt ayırırsınız gün ərzində. Həm listening, həm reading, həm writing, həm speaking. Gün ərzində də artıq həmin o aktiviteləri etdikcə işarə qoyursunuz ki, mən bugün bu aktivitəni etdim, bu praktikaları etdim. Bu artıq həm sizin üçün də motivasiya olur, həm də ki, davam etməyinizdə kömək olur sizə. Və bir sual var idi ki, aksentimi necə inkişaf etdirə bilərəm? Aksentinizi inkişaf etdirmək üçün də movielərlə, dediyim kimi, movielər ən effektiv metodlardan biridir aksentinizi inkişaf etdirmək üçün. Və ya istəyirsiniz American or British aksentinizi inkişaf etdirəsiniz, hansı aksent üzrə davam etmək istəyirsinizsə, təbii ki, bayaq da qeyd etdiyim kimi, səviyyəniz B2, B1-dırsa, B1-dan yuxarıdırsa, British videoları, bir British movieləri izləmək sizin üçün çətin olmayacaq. Daha rahat başa düşəcəksiniz. Amma səviyyəniz daha aşağıdırsa, American movieləri izləyərəkdən aksentinizi inkişaf etdirə bilərsiniz. Aksent inkişafı üçün də shadowing, imitasiya metodu ən effektiv metoddur. Yəni videonu sadəcə pauza edirsiniz, orada deyilən aksentlə birəbir həmin o speakeri, natiqi imitasiya edirsiniz. Hansı tondan deyib, necə deyir, siz də onu birəbir təkrar etməyə çalışırsınız. Mən Netflix-ə baxıram. Netflix də təbii ki, kömək edir. Və yaxud da dediyim kimi saytlardan da baxa bilərsiniz. Şərt deyil ki, YouTube-dan fərqi yoxdur. Sadəcə özünüzə uyğun bir movie seçirsiniz və o movie vasitəsilə speaking qabiliyyətinizi inkişaf etdirirsiniz. Mən hətta həmin speaking qrupları, Telegramda olan speaking qruplarını təlimdən sonra paylaşaram sizlə qrupda. İstəsəz qoşula da bilərsiniz. Yaxşı olar ki, qoşulub speaking skillinizi orada inkişaf etdirəsiniz. Tövsiyəm budur. A1 səviyyə üçün hansı filmlərə tövsiyə edirsiniz? Animasiyalarda izləyə bilərsiniz A1 səviyyə üçün və dili daha rahat olan American movielərdə seçə bilərsiniz. Mən movielərə baxanda çatdıra bilmirəm. Onlar bir cümləni deyir, keçir o birinə. Mən hələ birində. Bayaq qeyd etdiyim Ülviyə xanım, burada gördüyünüz bu metod var. Hansı ki 10 dəqiqəsini 10 dəfə izləmək metodikası. Düzdür, səbir tələb eləyir. Amma düşünürəm ki, çox effektiv metoddur. Çünki hər dedikləri sözü dərk eləyirsiniz artıq bu metodla. Çünki 10 dəqiqə hər movienin 10 dəqiqəsini 10 dəfə izləyərəkdən bilmədiyiniz sözlər çıxır, onların üzərində işləyirsiniz. Həm də ki, tam başa düşməyə çalışırsınız, dərk eləyirsiniz həmin 10 dəqiqəni. Və sonda bu film bitəndə 10 dəqiqəlik parçalar total olaraqdan bir də dinləyəndə artıq sizə tam agah olmuş olur ki, moviedə nədən danışılırdı. Tam başa düşürsünüz, çətinlik çəkmirsiniz artıq. Və ola bilər. Yes. Eynən, hər şeyi tərcümə etmək ehtiyac yoxdur. Ümumiyyətlə, dərslərimdə də tövsiyə etdiyim odur ki, tələbələrimə hər bir şeyi, yəni birəbir söz və söz tərcümə etməyə çalışmayın. Ümumi olaraqdan, kontekst olaraqdan başa düşməyə çalışın. Videolarda da həmçinin. Amma bu dediyim metodika ilə filmləri izləsəz, daha yaxşı listeningi anlamaq qabiliyyətiniz inkişaf edəcək və daha çox dinlədikcə də dinləmə qabiliyyətiniz inkişaf edir və çətinlik çəkmirsiniz ümumi videoları anlamaqda. Extra movie yaxşıdır, yes. Peppa Pig də, yes. Or Peaky Blinders. Yes. Və yaxud da elə mövzumuz elə müasir ingilis dilidir. AI-ın vasitəsilə siz AI-dan prompt olaraqdan deyə bilərsiniz ki, mənə səviyyəm üçün movielər tövsiyə et.
Həmin movielərdən də izləyə bilərsiniz, yeni movielər. Serial məncə daha yaxşıdır, çünki orada xoşunuza gələn bir obraz 8 sezon davamlı dinləyirsiniz və shadowing edirsiniz və zamanla onun aksentinizi kopyalayırsınız. Eynən. Shadowing serialları da izləmək effektivdir, bəli. Amma bəzi öyrənənlər üçün çətin gələ bilər və yaxud da motivasiyadan düşə bilərlər. Davam etmək saxlayırlar. Çox da davam etmirlər izləməyə. Mən gündə 6-7 saat film izləyirəm. Speakingə də çox xeyir olur. Bəli, Mələk xanım. Yəni siz motivasiyanız var, 6-7 saat izləyə bilirsiniz, amma təəssüf ki, bu hər kəs üçün belə olmur. Yəni sıxılırlar. Bayaq da dediyim kimi, bu gün ərzində 4 saat bu praktikanı etmək əksəriyyət üçün çətin gəlir. Hətta deyirlər ki, 4 saat buna ayıracaq vaxtım yoxdur. Təbii ki, günlük etdiyiniz işlərin sıxlığından asılı olaraq bunu azaldıb və yaxud da çoxaldıra bilərsiniz. Nə qədər çox məşğul olsaz, nəticəniz də bir o qədər yaxşı olmuş olacaq təbii ki. Yes. Ümumən prezentasiyanın üzərindən keçmək istəyirəm. Əgər suallarınız varsa, bildirərsiniz və istəyirəm ki, bu linkləri sizlərlə paylaşım və əgər istəsəniz speaking üçün bu qruplara da qoşula bilərsiniz. IELTS-a necə hazırlaşmaq olar? IELTS-a hazırlaşmaq üçün səviyyəniz upper inter olmalıdır və yaxud da upper interdən intermediate olmalıdır ki, IELTS-a rahat şəkildə hazırlaşa biləsiniz. IELTS-a self-study ilə deyirsiniz, yoxsa necə? Sizin səviyyəniz neçədir? B2, C1. IELTS üçün soruşursunuz, yoxsa necə? Və ya müəllimlə. Hazırki səviyyəniz necədir, Elnar bəy? Neçədir? Və buradan elə paylaşım mən sizlərlə linki, istəsəniz qoşula bilərsiniz. Linklər vasitəsilə, linkləri paylaşın və o qruplara qoşula bilərsiniz linklər vasitəsilə. A2, B1 səviyyə üçün IELTS-i düşünmək biraz tezdir. Çünki siz pre-IELTS dərslərinə başlamalısınız. Yəni IELTS-a qədər siz səviyyənizi inkişaf etdirməlisiniz ki, IELTS dərslərinə başlaya biləsiniz. IELTS deyərdim ki, sadəcə texnikadır. Yəni texnika yolun bildinizsə, IELTS-dan yüksək nəticə əldə edə biləcəksiniz. Deməzdim ki, IELTS sırf dil səviyyəniz üçün kifayət qədər söz bilirsiniz. Sizə 6-5 kifayətdirsə, təbii ki. B1, B2, strong B1 olsaz, təbii ki, ala bilərsiniz. Aha, qrupda paylaşacağım sizlərlə. İstəsəz prezentasiyanı da paylaşaram. Ümumən yenə də nəzər yetirə bilərsiniz. Yenə də əgər hər hansısa bir sualınız varsa, buyurun bildirə bilərsiniz. If there is any question, you can ask. Feel free. Kameranızı, daha doğrusu səsinizi açıb da danışa bilərsiniz rahat şəkildə. Əgər hər hansısa bir sualınız yoxdursa, yekunlaşdıra bilərik. Hamısını qrupda paylaşacağım. Siz sağ olun. Çox sevindim ki, təsir oldu. Nələrsə öyrənib ayrılırsınız bu təlimdən. Əgər effektiv oldusa, nə xoş mənə. Siz sağ olun. Bunların hamısını da dediyim kimi qrupda paylaşacağım sizlərlə. Təşəkkürlər hər birinizə. Qoşulduğunuz üçün minnətdaram. Özünüz ingilis dili üçün hansı vəsaitlərdən istifadə edəcəkdir? Vəsaitlərdən əslində dediyim kimi bugünkü mövzumuz elə müasir ingilis dilidir. Niyə vəsaitlərdən istifadə edərəkdən köhnə metodika ilə ingilis dilini öyrənəsiniz ki? Vəsaitlərdən istifadə etməyi dərslərimdə də vəsaitlərdən istifadə etmirəm. Ona görə də tövsiyə etmirəm vəsaitlərdən istifadə etməyi. Dərslərimə necə qoşula bilərsiniz? Bunu da ekran paylaşımı edeyim sizlərlə paylaşım. Just a second. Dediyim kimi, yəni müasir ingilis dilidir, müasir dövrdür. Niyə də?
ingilisini vəsaitlərlə öyrənəsiniz, yorucu, əvvəlki metodika ilə. Bu mənim Instagram səhifəmdir. Əgər suallarınız yaranarsa və yaxud da əsas alıb bunu götürə bilərsiniz. Suallarınız yaranarsa və yaxud da burada verə bilmədiyiniz hər hansısa bir sual yaranarsa, buradan ünvanlaya bilərsiniz. Üzrlü sayın səsimə görə. Yes. Hər hansısa bir əlavə suallarınızı da, məsələn, Vəfa xanım, istəsəniz bu tip sualları ünvanlaya bilərsiniz mənə Instagram üzərindən. Sevə-sevə cavablayacağam. Əgər hər hansısa bir başqa, siz dediyiniz metodla özümüz ingilis dilini necə öyrənə bilərik? Bu dediyimiz, bugün danışdıqlarımız bütün bu metodikalardan istifadə edərəkdən, yenə də bu prezentasiyanı da qrupa göndərəcəm. Həmin bu prezentasiyadan da istifadə edərəkdən özünüzə bir guidance kimi, bələdçi kimi olaraqdan bu prezentasiyanı da götürə bilərsiniz. Bu metodikalardan nəzərinizdə saxlayıb istifadə edə bilərsiniz. Və Telegram qruplarının linkini ata bilərəm. Bəli, göndərəcəm. Qrupa göndərəcəm. Bura göndərməyim ki, onsuz da burada itmiş olacaq. Göndərərəm Telegram qruplarının linkini WhatsApp-a və prezentasiyanı da həmçinin. Siz sağ olun. Ümidvaram ki, hər hansısa bir əlavə sualınız qalmadı və yekunlaşdıra bilərik. Təşəkkür edirəm hər birinizə qoşulduğunuz üçün. Minnətdaram. Ümidvaram ki, effektiv oldu hər biriniz üçün.